Işıq, baxın Mansardamda baxın bunu demək istəyirik sizə ki, bu havalanma məsafəsi olmalıdır. Baxın, görürsünüzmü? Ətək setkadır. Setkadan hava girir və nəticə olaraq buradan çıxır. Və sirkulyasiya nəticəsində Mansardamda tərləmə artıq bu dəmirin altında tərləmə əmələ gəlmir. Hava sirkulyasiyası olduğuna görə. Ümumi membran birbaşa dəmirin altında olmur. Arada kontur reyka var və üzərindən reyka var və bu məsafə qədər aranır. Görürsünüzmü? Belə olmalıdır, yəni ki, havalanma olsun və nəticə olaraq bu kanyokun altın tam bağlamaq olmaz. İzobantla bağlayırlar ki, o düzgün deyil. İzobant tam bağladığına görə hava sirkulyasiyasının qarşısını alır. Aşağıdan girən hava yuxarıdan çıxmır. Ona görə burada izobant istifadə etmək olmaz. Mahyabant yalnız istifadə etmək olar və olmadığı halda qubka istifadə edə bilərsiniz. Qubka nəfəs alan materialdır.